Mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla. Axşamınız xeyirli olsun, əziz kitab sevərlər, əziz yoldaşlar. Sizi bir daha sevgi və hörmətlə salamlayıram. Bu günləri psixospiritual inkişaf özünə qayıdışın 6-cı məqamı olan qəsd məqamının davamını birgə danışmış olacaq inşallah. Ümid edirəm ki, hər kəs yaxşıdır və geridə qoyduğumuz 5 meydan və 5 məqam tövbə, mürüvvət, inabət, fütuvvət və iradə bu mövzular yalnız bir məlumat olaraq yox, bəlkə bir hal olaraq, təcrübə olaraq həyatınızda sizin üçün iz buraxır. Həmişə olduğu kimi biz əvvəlcə baxmalıyıq qəsd sözünün mənasına ki, görək bu qəsd deyəndə məqsəd nədir? Biz gündəlik həm öz dilimizdə və yaxud da müxtəlif ədəbiyyatlarda bu sözə yaxın olan, yəni eyni bunu kimi yanaşı istifadə etdiyimiz bir sıra sözlər var. Məsələn, niyyət kəlməsi, iradə kəlməsi, məqsəd və qərarlı olmağı da bu kəlmə ilə üzləşdirir. Yəni, sanki eyni götürürük. Lakin irfan yolunda bunlar eyni deyil. İrfan yolunda bu kəlmələrin hər birinin özünün ayrı-ayrılıqda istifadə yerləri var. Belə bir elm var ümumiyyətlə. Elmül huruf deyirlər buna. İrfan elmində və yaxud da irfan ədəbiyyatında təshif deyirlər. Bilməm, yoldaşlar rast gəliblər ya yox. Məsələn, gedib araşdıra bilərlər. Hər hərfin, hər kəlmənin, hətta nöqtənin belə irfan ustadları üçün xüsusi bir yeri var, xüsusi bir önəmi var. Yəni, bir növ kəlmələr, hərflər və nöqtələr xüsusilə də ərəb dilində. Çünki bizim dildə düzdür nöqtəli hərflərimiz var. Məsələn, I kimi, I kimi, U kimi, Ü kimi. Lakin ərəb qrammatikasını bilənlər bilirlər ki, ümumiyyətlə nöqtənin yeri bir kəlmədə nə qədər vacibdir. Yəni, bir nöqtə nə qədər mənanı dəyişə bilər. İrfan ustadları ümumiyyətlə kəlmələrə, hərflərə diri anlayışı ilə baxırlar. Yəni, kəlmələr onlar üçün ölü deyil, sabit deyil, bəlkə canlıdır, bəlkə enerjilidir, bəlkə həyatlıdır. Yəni, yaşayandır, organikdir. Və buna görə də bu kəlmələr ki, niyyət, iradə, məqsəd, qərar və bunları hamısını qəsd kəlməsinin bərabərində işlədirlər. Biz gündəlik həyatda da bəlkə bunu işlədə bilərik, amma irfan yolunda belə deyil. Bunlar bir yolun sanki fərqli mərhələləridir. Məsələn, niyyət və ya iradə. Biz öncəki bölümdə iradə haqqında danışmışdıq, əgər xatırlayırsınızsa. Niyyət bir növ insan, ola bilər ki, hələ evində otursun, yerindədir hələ. Qalxmadan da, yəni evində ola da biz gün ərzində o qədər arzu və niyyətlər edirik. Yəni, içimizdən bir istəklər keçir, niyyətlər keçir. Kaş ki, məsələn, filan yola girəydim, kaş ki, məsələn, filan işləri dəyişərdim, filan işləri görərdim. Axır ki, niyyət edirik, arzu edirik. Amma iradət mövzusuna danışarkən dedik ki, insan nə edir? Artıq qalxır, evdən çıxır. Yəni, ola bilər niyyəti olsun bir adamın ki, mən düşəcəm bugün cismi sağlamlığımdan ötürü biraz piyada gəzintisi edəcəm. Ola bilər bir niyyət olsun. İradə buydu ki, qalxır, gedir məsələn ayaqqabılarını geyinir. Yəni, mən bu günləri bunun haqqında ətraflı danışacağam ki, daha yaxşı bizdə oturuşsun bunların fərqləri, bu məqamlardan, bu kəlmələrin fərqləri bizdə oturuşsun. Deməli, niyyət buydu ki, mən yerimdə oturacam, müxtəlif istəklər, niyyətlər eləyə bilərəm. İradə boldu ki, qalxıram o üçün bir hərəkət eləm. Elədi, qalxam, məsələn, ayaqqabımı geyinirəm. Qəsd isə insanın yol içində haraya getdiyini görməyə başlamasıdır. Yəni, ola bilər hələ sona çatmayıb, amma istiqaməti artıq görməyə başlayır. Qəsd odur ki, insan gedə-gedə artıq görməyə başlayır, görə bilir. Qəsd sonu görmək deyil, amma istiqaməti bilməkdir. Və mənəviyyat yolunda bunlar çox incə bir həqiqətdir ki, o seyri suluk edən salik o yolu gedən dillərdə, mənəvi inkişaf yolunda hərəkət edən insan son yerin, son perspektivin görməsə belə, amma hansı istiqamətə getdiyin aydın şəkildə görür. Qəsd sanki hər addım başı bizim üçün yolu aydınlaşdırır və biz bilirik hara getmək istədiyimizi, yəni istiqamətimizi bilirik. Hara gedib çatacağımızı da aydın görməsək belə, istiqamət bizim aydın olur deyə biz artıq yolu getmək rahat olur. Deməli, qəsd iradədən də biraz daha dərin məqamdır. Və yaxud da qəsd budur ki, addım atırsan, hərəkət edirsən. Adətən əkin misalını çəkirlər. Deyirlər ki, bir niyyət edir ki, bu illəri istəyirəm torpaq sahəmdə əkin əkəm. Niyyətdir də eləyir. Nə çox niyyətlər, nə çox arzular, istəklər. Bu niyyətdir. İradə budur ki, qalxır, gedir anbarına, gedir, baxsın, görsün nə qədər əkmək üçün toxumu var. Bu iradədir. Qalxır, yola düşür. Qəsd isə budur ki, qalxır yerindən gedir, toxumları götürür, torpağın əkir, bütün o mərhələləri, bütün o istiqamətləri bilir ki, nə etməlidir, haçan torpağı şumlamalıdır, haçan dəniz səpməlidir, haçan artıq alaqların yolmalıdır, haçan bəhrə götürməlidir. Bunların hamısı hesab kitab olunmuşdur. Bir növ məqsəd daha aydındır mənəvi inkişafa düşmüş insan üçün və buna görə də qəsd məqamı, qəsd meydanı bu yolun yolcuları üçün çox önəmli bir anlam daşıyır.
Əgər xatırlayırsınızsa, bizim Ruhun 4 fəsli təlimindəki məqsədlər haqqında danışırdıq. Bütün o təlimlərlə bu bilgilərin ziddiyyəti yoxdur. Onu qarışdırmayaq bir-birinə. Niyə qarışdırmayaq? Çünki biz bu maddi həyatımız üçün, maddi istəklərimiz üçün və yaxud da hətta bəzən mənəvi istəklərdə, əgər o 6 bölüm xatırlayırsınızsa, həyatımızın 6 bölümü, biz qeyd edirik ki, onlar üçün bizim hədəflərimiz və planlarımız olmalıdır. Biz bu dünyamız üçün qısa müddətli, orta müddətli və uzun müddətli hədəflərdən danışırdıq ki, özümüz üçün perspektivlər təyin eləyək və o perspektivdən başlayaq geri qayıtmağa və gələk bugünümüz üçün planlar hazırlayaq. Bütün o bilgilər özü özlüyündə düzgündür, özü özlüyündə ibtidai olaraq bizə kömək olur. Lakin elə ki mövzu spiritual inkişaf mövzudur, elə ki məsələ budur ki, mən mənəvi inkişaf yolunu qət etmək istəyirəm, yolunu getmək istəyirəm, burada artıq ssenari tamam fərqlidir. Qəsd anlayışında biz artıq o perspektivi görməsək də olar. Yəni 5 il sonra, 10 il sonra hədəfləmirik. Biz gerçək strategiyamız bu günümüzlə bağlıdır. Bu gün üçün niyyətimi necə saf eləyim, bu gün üçün qəsdimi necə aydın eləyim və buna görə də hər gün bu yolun yolcusu, bu yolu gedən insan özündən soruşur ki, mənim üzərimə düşən ilahi iş nədir? Bəzən yoldaşlar soruşurlar ki, bizim bu kitab mütaliəmiz, xüsusilə də psixospiritual inkişaf özünə qayıdış kitabı hal-hazırdakı səsli şəkildə biz müzakirə edirik və inşallah çap olandan sonra və yaxud da yoldaşların özünün mənəvi inkişafla bağlı ki, bir hədəfləri, bir yolları var. Soruşurlar ki, həyatımızda daha yaxşı hopmasından ötürü, mənəviyyat yolunda daha yaxşı necə gedə bilərik haqqında soruşurlar. Mənim deyə biləcəyim ən güclü və ən sadə yollardan biri ki, bu illər ərzində eşitmişəm, öyrənmişəm və tətbiq edib faydasını görmüşəm. O da budur ki, hər səhər yuxudan oyananda hələ bir növ dünya məşğuliyyəti, o düşüncələrimiz hələ işə düşməmişdən qabaq, hələ telefonu açmamışdan qabaq, gündəlik o qayğılar başlamamışdan öncə özümüzdən, qəlbimizdən, canımızdan soruşaq ki, İlahi, bugün səni necə sevindirə bilərəm və yaxud da bugün sən məndən nə istəyirsən? O ki, qeyd elədim, bu yolun yolcusu hər gün özündən soruşur ki, mənim ilahi işim nədir bugün? Əslində buradan qaynaqlanır ki, əgər xatırlayırsınızsa belə bir metod da vermişdim həmin o öncəki təlimlərdəki dəftərimizi tənəzzüldən bölürük. Mənim görə biləcəyim işlər, şərikimin görə biləcəyi işlər, yəni Rəbbimin mənim üçün görə biləcəyi işlər. İntensullah yansurkum deyir də, hər kim deyir mənə kömək etsə, mən də ona kömək eləyərəm və qədəmlərimi möhkəmləndirərəm yer üzündə. Əgər eşitmişsinizsə bu ayəni. Yəni bu günləri mən sənə necə kömək eləyə bilərəm? Bu gün sənin məndən istədiyin nədir? Bu gün səni necə sevindirə bilərəm? Bu nə bir ritualdır, nə bir çətin ibadət növüdür. Bu sadə və olduqca təsirli bir metoddur ki, sanki hələ gün açılmamışdan o dünyamızın, həyatımızın məşğəlləri gəlib üzərimə qara buludların çökdürməmişdən qabaq özümlə bir qəsd eləyəm. Qəsdim də budur ki, İlahi, sən necə yardım eləyə bilərəm? Bu yardım etmək, bu kömək etmək əslində Allahın bizə, Rəbbimizin bizim köməyinə ehtiyacı yoxdur ki. Bu əslində onun üçündür ki, mən Allaha necə yönələ bilərəm, necə istiqamətlənə bilərəm. Yəni bizim iradəmizi göstərir, bizim yönümüzü göstərir, bizim qəsdimizi formalaşdırır. Və maraqlı halda budur ki, həmin gün mütləq bir hadisə çıxacaq, hər hansısa bir imkanlar, hər hansısa bir ilahi bir iş. Bəzən qeyd elədiyim ki, bəzən ola bilər bir insan çıxsın, bir təbəssümünlə sevindirərsən. Bəzən bir insan çıxsın, ona 2 kəlmə söhbət eləməklə. Bəzən susmaqla, bəzən bir quşa dən verməklə. Axır ki, bir mesaj gələcək və o mesajı da əməl etməklə bizim daxildən bir özünə inam, özünə güvən formalaşacaq. Bizim self-esteem təlimində, yəni izzət-i nəfs təlimində əsas ana xəttə bundan ibarətdir ki, biz an-ba-an ilahi mesajları, ilahi səsi eşidə bilək. Yəni necə edə bilərəm ki, Allahın məni istiqamətləndirməsin, yönəltməsin, duya bilim. Axı o həmişə mənimlədir. Axı o hər kəsdən mənə yaxındır. Axı o hər an məni hidayət edir. Və onun səsi hər kəsdən aydındır həyatımda. Hər kəsdən daha qati'dir. Qati yəni tutarlıdır. Mən necə edə bilərəm onun səsini eşidim? Bu balaca bir tapşırıqla yavaş-yavaş təcrübə edərək, yəni hər gün səhər açılarkən özümə sanki müraciə edirəm ki, bu günləri mənim köməyim nə ola bilər sənə? Bu günləri sənin istədiyin iş nədirsə mən onu edim. Və bu da bizi hazır oyaq saxlayır ki, o içəridəki hidayəti eşidə biləm. Biz öncəki meydanlarda, yəni tövbə meydanında səhvdən dönməyi öyrəndik. Qeyd elədik ki, davamlı biz sıfır nöqtəsindən uzaqlaşırıq, tövbə etməklə təzədən qayıdırıq o sıfır nöqtəsinə. Təzədən yönəlirik Rəbbimizə doğru.
Mürüvvət bu idi ki, biz insan kimi yaşamağı öyrənək. Həm özümüzlə, həm başqalarıyla, həm də Rəbbimizlə. İnabət bu idi ki, ümumiyyətlə haqda qala bilək. Yəni tövbə ilə fərqi bu idi ki, tövbə mövzusunda biz bundan danışdıq ki, həyat şərtləri, maddi dünya belədir ki, bizi davamlı yoldan azdırmaq istəyir. Biz də qayıtmalıyıq. İnabə bu idi ki, bu mənəvi yolun yolcusu eləyə bilsin ki, özün o meydanda, o sıfır nöqtəsində, həqiqətində, Rəbbində saxlaya bilsin. Daha sonra fütuvvətdən danışdıq ki, bir növ xidmət idi, bir növ özündən keçə bilmək idi. İradə mövzusunda arzu elədiklərimiz, niyyət elədiklərimizdən artıq çıxıb, bəlkə yola düşmək idi, hərəkət eləməli idi. Qəsd isə yolun içində olub və məqsədi görə bilməkdir. Və burada Hacı Əbdullah Ənsari bizə artıq yavaş-yavaş bölgülər verməyə başlayır, rükunlar verməyə başlayır və başlayarkən deyir ki, qəsd meydanı iradət meydanından doğur. Əgər diqqət edirsinizsə, sanki növbəti bir qapı açır bilsin. Elə ki, iradə mövzusunun səs yazısında daha sonra yoldaşlar dinləyəcəklər. İradə mövzusunda ki, biz artıq yola düşdük, tək yola düşmək deyil bu. Fərqini də sizə vurğuladım öncəki misallarımla. Yəni artıq qəsdim budur ki, mən yola düşmüşəm və aydın şəkildə istiqamətimi bilirəm, hara gedirəm. Dala qayıtmıram. Bu yola düşdüm mən. Bir növ iradə hərəkəti başladırdı. Qəsd isə sanki həmin o hərəkətimizə bizim aydınlıq verir, nur və işıq verir bilsin. Qəsd meydanına girən insan artıq tərəddüdlə yaşamır. Artıq boş niyyətlərə, boş istəklərə ilişib qalmır. Artıq hər günü müqəddəs bilir. Niyə? Çünki bu günləri mənim ilahi bir işim var. Çünki artıq bilirəm ki, hər günüm üçün nəsə etməliyəm anlayışı. Deyir ki, qəsd iradədən doğar. Sonra başlayır bizim 3 əsas bölgü verməyə. Yəni, bədənin qəsdi, qəlbin qəsdi və canın qəsdi. Bədənin qəsdi deyir, xidmət etməkdir. Yəni, bədəni xidmətə verməkdir. Əgər biz ümumiyyətlə irfan ədəbiyyatına diqqət eləyəndə, o qədər zəngindir ki, o qədər anlamlıdır ki, biraz öncə də vurğuladım, kəlmələri seçmək, o kəlmələrin yeri çox önəmlidir irfan yolun gedən ariflər üçün. Bədəni xidmətə yönəltmək. Yəni, ahəngə baxın, xidmət, mərifət və möhnət ki, bunları bir-bir inşallah açacaq. Bir növ bu bizim üçün bir bütöv insan strukturunu verir. Bütöv insan strukturunu verir ona görə ki, qərardır biz həm cismani, həm zehni və emosional olaraq ki, adını qəlb qoyur. Can dediyi, yəni orijinalda can deyir ki, mən tərcümə eləmişəm bunu ruh anlayışında. Ki, əslində ruhun kölgəsi kimi baxa bilərik biz buna. Nə mütləq ruh kəlməsi kimi. Yəni can və ruh anlayışı mümkündür ki, bir-birindən müəyyən qədər fərqlənsin, amma ruhun sanki əsəri, ruhun sanki düşdüyü kölgəsi. Bir incə nöqtə də bundan ibarətdir ki, əziz yoldaşlar, bu bölgülər təsadüfi deyil. Yəni təsadüfi bölgü deyil ki, insana həm bədən kimi baxır, həm qəlb kimi, həm də ruh və can kimi. Sanki bunları oxuyanda, bunları və yaxud da digər irfan ədəbiyyatını oxuyanda 500 il, 600 il bundan əvvəl sanki o dövrdə yaşayan insanlar üçün qəlb deyəndə başa düşürdülər nədir? Can deyəndə, ruh deyəndə başa düşürdülər nədir? Sanki bu günləri məsələn biz əlimizi, ayağımızı başa düşürük də elədir. Çünki əlimiz, ayağımız var, yəni cismimizi daha yaxşı başa düşürük. Amma məsələn qəlbimizlə əlaqəmiz itib. Məsələn qabaqçı adamlar qəlbin ritmi ilə, döyüntüsü ilə və yaxud da səsi ilə həyəcanları duya bilirdilər, hiss eləyə bilər. Yəni onlar üçün ləms oluna bilən idi. Onlar bundan uzaq deyildilər. Amma məsələn xüsusilə son bu 50 ildə, son bu 60 ildə, yəni belə deyək də müasirlik dövrü artıq qədəm qoyandan sanki bizim əlaqəmiz itib həmin o bölümlərimizlə sanki yox kimidir. Məsələn, təvəllüdü 80-cı illərə qədər, yəni mənimlə öz təvəllüdümdə olan insanlardır və 80 və ya 80-ın üzərində olan insanlar ki, bizlər nənə-babalarımızla münasibətində onlardan bu sözləri eşitmişik ki, uzaqda olan bir övladı ilə bağlı məsələn deyirdi, qəlbimə nəsə düşdü. Yəni qəlbən nəyisə hiss eləyirdilər. Və yaxud da münasibətlərdə burada bir şeylər hiss eləyirdilər. Elədir? Yəni bizim nəslimiz, yəni hansı ki mən 80-cı illərin belə deyək də o nəslin nümayəndəsiyəm. Aramızda ola bilər ki 70, 60 bu illərin də insanları olsun. Biz bunları yaşamışıq deyə və yaxud da eşitmişik deyə. Amma yeni nəslə baxırıq görürük ki, yavaş-yavaş sanki əlaqə itir. Hərdən düşünürəm ki, misal deyirəm amma bunu. Görsək ki, yavaş-yavaş bu insanlığın əli olmasın. Elədir? İndi ki bizim əlimiz var. Məsələn, insan türü gəlsin ki, əli yoxdur. Və üzərindən bir 200 il keçsin və bu günləri ədəbiyyatda yazılan şeylər ki var, məsələn, topu at, topu tut, nə bilim, əllə bağlı işlər.
200 ildən sonraki insanlar ki, artıq əlləri və qolları yoxdur, onlar üçün bu kəlmə sanki anlaşılmayacaq ki, bunlar nədən danışırlar, hansı əldən, hansı tutmaqdan. Başa düşürsünüz nə demək istəyirəm də, elədir? Sanki bu günləri biz həmin o qəlb və can anlayışı, can da əslində bir hissəmizdir bizim. Can da bizim hal-hazırda lütfən həm canlı olaraq dinləyən əziz yoldaşlar, həm də daha sonra bu səs yazısını dinləyən yoldaşlar. Sanki dinləyə-dinləyə bir anlıq da olsa, istəyirəm həm qəlbi, həm də canı sizə hiss etdirəm. Hiss etdirə biləcəyim qədər. Sanki bir anlıq qulaq asa-asa gözlərinizi yumun, həm qəlbinizin döyüntüsünü eşidin, onun həyəcanın və yaxud da onun ritmini duymağa başlayın. Və bir anlıq hiss eləyin, bunu rahatdır ki, ön hissədə, yəni can anlayışını biz ön hissədə ilk addımlarda daha rahat hiss eləyə bilirik. Ön hissədə sanki bir enerji, sanki bir nur, yəni sanki mənim üzümü, alnımı, bədənimin ön tərəfində bir dairə var, bir medar deyirlər buna, bir aura var. Nə qədər hiss eləyə bilirsinizsə. Bunlar bizə özünə məxsus bir mesajlar verir. Hər biri bir bədəndir əslində. Yəni necə ki mənim bu bədənim insani bədəndir, mənim qəlbim də bir növ bir əzadır, bir üzvdür. Hansı ki bütün emosiyalar ora aiddir, bütün empatiyalar ora aiddir. Bütün duyğu və həyəcanlar qəlbin mövzusudur. Bunların hər birinin xüsusilə də bədənə ki ehtiyac yoxdur. İnşallah hələ ki itirməmişik bədənimizlə əlaqəmizi və daha da çox içində yaşayırıq bədənin hal-hazırda. Elə bilirik ki, mənim hər şeyim elə bu bədəndir. Yəni ona ehtiyac yoxdur düşünürəm. Amma qəlb və can bölümünə, ruh bölümünə ehtiyacımız var ki, sanki yadımıza salaq unutduğumuz əzalarımızı. Bu mənəvi yolda əslində bu üçündür ki, bizə xatırlatsın, diriltsin biz üçün. Elə ki bədəndən danışmağa başlayır, deyir ki, bədəni xidmətə vermək lazımdır. Yəni qəsd anlayışı bədən mövzusunda budur ki, xidmətə verməlisən. Bunu boş qoymamalısan. Bu bədən işləməlidir, hərəkət eləməlidir. Yəni bədənin diriliyi, bədənin oyaqlığı qəsdində budur ki, hərəkət eləsin, tənbəlləşməsin. Qəlbə gəlib çatanda deyir ki, mərifət əldə etmək. Yəni bizim qəsdimiz bu olmalıdır ki, əgər istəyiriksə, qəsdimiz mənəvi inkişafdırsa, qəlbimizdə mərifətə yer verməliyik. Mərifət də nədir? Dərk etməkdir, anlamaqdır, empatiya qurmaqdır, hiss etməkdir, duymaqdır. Və yaxud da bilmək istəyirsə qəlbimiz nə qədər oyaqdır, baxaq görək ki, insanları nə qədər başa düşürük. İnsanlarla münasibətimiz ki var, bu sosial münasibətlərimiz nə qədər sağlamdır. Rahat insanları başa düşə bilirik, yoxsa dərhal belə deyək də əsəbləşirəm, dərhal qəzəblənirəm, dərhal narahat oluram. Hansı formadayam yəni mən? Qəlb mərifət tapanda artıq rahat empatiya qura bilir. Həm cahili ilə, həm alimi ilə. Elə ki, can mövzusuna, ruh mövzusuna gəlib çatdı, adın qoyur möhnət. Ərəb dilini bilən yoldaşlar, çünki kəlmə ərəb mənşəlidir. Möhnət kəlməsi. Danışığımızın əvvəlində sizə qeyd elədim ki, irfan ədəbiyyatına baxanda hər hərfin, hər nöqtənin özünün bir anlayışı var, özünün bir yeri var və canlıdır bu yolu gedənlər üçün. Baxın, bir nöqtəni dəyişməklə, yəni möhnət kəlməsindən nun hərfinin üzərində olan nöqtə ki var, o nöqtə düşür alta, olur məhəbbət. Elədir? Yəni möhnət deyəndə biz elə bildik ki, bir növ məşəqqətdir, əzabdır, qəmdir, kədərdir. Amma baxanda görürük ki, yox, söhbət məhəbbətdən gedir. Yəni möhnət kəlməsi bu yolu gedənlər üçün bizim başa düşdüyümüz möhnətdən deyil. O ki, möhnət kəlməsini biz başa düşürük əzab, əziyyət kimi, elə deyil. Bir məhəbbət yatır içərisində, bir hicran yatır ki, sanki bir dostun var, o dostundan uzaqda qalmağın sənə möhnət verir. Bu möhnət də nə bədənlə hiss eləyirik, elədir. Yəni bu bizim bədənimizə aid olan bölgü deyil ki, biz onu əlimizlə hiss eləyək, dərimizlə hiss eləyək. Gəlir onu hansı nöqtədə deyir? Gəlir onu can bölümündə deyir. Deməli, canın və ruhun bölümü budur ki, qəsdi budur ki, biz möhnəti dada bilək. Və bu möhnət də nə üçündür? Çünki ona məhəbbətin var, ona sonsuz eşqin və sevgin var. Eşqi və sevgisi, məhəbbəti olan möhnət çəkə bilir. Yəni bu möhnəti biz ruhi və ya psixoloji bir acı kimi, peyin və ya safirdən qarışdırmayaq. Ağrı və acılardan ki danışırdıq, psixoloji dizorder yaradır. Bu psixoloji dizorder deyil. Bu əslində bir mərifətdir ki, insan o yeganə dostu üçün, yeganə o vahid olan dostu üçün qəlbi möhnətə düşür. Qaydaq biz bölümlərimizə bu kəlmələri başa düşmək, bu kəlmələri həll eləmək irfan yolunda insana kömək olur ki, daha da ünsiyyət qura bilsin. Həm kəlmələrlə, həm də o qəlbi mərifətlə.
Deməli, qəsd anlayışı bədəndə nə idi? Xidmətə vermək. Bu xidmətə verməyin də əlamətlərini bizə deyir. Deyir ki, xidmətə verməyin əlamətləri necə olmalıdır? Yəni, necə edə bilərik ki, biz bədənimizi xidmətə verək? Birincisi budur ki, səy göstərməkdən yorulmayaq. Yəni, bədən gərək elə ki, qəsdin sənin hər gün oyananda bu oldu ki, mən gözəlliklərə doğru kömək eləyəcəm. Bizim görüşlərimizin birində mən vurğuladım ki, biz bu Allah anlayışı deyəndə, Rəbb anlayışı deyəndə bütün gözəlliklərdən danışırıq. Bütün mübarəklərdən danışırıq. Bütün həqiqətlərdən, bütün ləzzətlərdən, şadlıqlardan danışırıq. Nəinki şadlıqlardan, bəlkə bütün şadlıqların, yaxşılıqların və gözəlliklərin mənbəsindən danışırıq. Yəni, o nurdan, o həqiqətdən danışırıq. Yəni, elə ki, mən deyirəm, bugün mənim qəsdim nə olacaq, yəni, məndən nə istəyirsən? Yəni, sanki o gözəllik mənbəyindən istəyirəm ki, bugün nə gözəllik eləyə bilərəm? Nə sənin nurun yayılmağı üçün, sənin həqiqətinin yayılmağı üçün, sənə xidmət etməyim üçün nə eləyə bilərəm? Və qeyd elədim ki, onsuz da o gözəlliklərin, o yaxşılıqların mənə ehtiyacı yoxdur. Burada mən sadəcə öz mövqeyimi, öz yönümü bildirirəm. Bədən anlayışında xidmət ki verməlidir, davamlı səy göstərməlidir. Yəni, səy göstərməkdən yorulmamalıdır. Cəhd etməkdən, çalışmaqdan, yəni tənbəlliyin qəsd anlayışında yeri yoxdur. Və bu da o demək deyil, gecə-gündüz qarışqa kimi çalışaq. Bəzən xanımıma bir su verməyim. Əgər qəsdim bu olsa ki, bunu gözəllik üçün eləyəm. Bişirdiyim yeməyə duz tökməyim. Qəsdim bu olsa ki, gözəlliyə xidmət eləyirəm. Qəsdi də bu elədir. Yəni, bu günləri burada oluram. Burada olmağımın mənası bu deyil ki, kimsə burada mənə alqış eləsin, kimsə mənə tərif eləsin ki, bəh-bəh desin, cəh-cəh desin. Mən bunu eləyəm ki, ilahi, sənlə bir qəsd bağlamışam. Öz anlayışımdan, öz baxışımdan deyirəm. Sənlə bir qəsd eləmişəm ki, mənəvi inkişaf yolunda öyrəndiklərimi bildiyim qədər çatdıram. Artıq həmin zaman mən başqalarının nə alqışından, nə də qarğışından sınmayacam, yorulmayacam, usanmayacam. Yəni, yoluma davam eləyəcəm. Və bu da o demək deyil ki, ən mükəmməl şəkildə eləyim. Bu mövzuları hazırlamaq o qədər çətindir, o qədər məndən enerji istəyir. Çalışıram düşməyəm o tələlərə. Çünki bilirəm ki, bu mövzunu keçdiyimiz həftədə danışsaydım, bugünkündən daha az olacaqdı. Və bilirəm ki, bu günləri saxlasam, növbəti həftə eləsəm daha yaxşı olacaqdı. Saxlayıb gələn həftə eləsəm daha yaxşı olacaq. Və bir də görürəm ki, mən düşmüşəm bu zehnin tələsinə, daha yaxşı olmağın tələsinə düşmüşəm. Eyb yox, bugün bildiyim qədər. Naqis olsa da, o ki qeyd elədim, intənsullah yansurukum. Elə ki, kömək elədin Allaha, Allah özü sənin qədəmləri möhkəmləndirir bu yer üzündə. Özü bərəkətin verir sənin həyatında. Bir su verməklə həyat yoldaşına qəsdim olsun ki, mən gözəlliyə xidmət edirəm. Yeməyə bir duz tökməklə, balkonundan, həyətindən bir quşlara yem verməklə. Piyada gəzirəm ki, bu bədənə xidmət eləyim, bu bədənimə qulluq eləyim ki, qəvvə əla xidmətikə cəvarih deyir də, elədir, ilahi gücləndir ki, mənim əzalarımı sənin yolunda, sənin civarında, sənin xidmətində istifadə eləyən bu bədəni. Deməli, bədənin xidməti budur ki, əlamətləri budur ki, səy göstərməkdən yorulmasın. Maddi nemətləri azaltmaq anlayışı. Bunu məsələn mən araşdırıram, təhqiq edirəm. Görürəm ki, irfan mövzusunda məqsəd, məsələn, bu sufizmin, əlbəttə hamısını yox, bəzi qolları ki, ümumiyyətlə maddiyyatı kənar qoyurlar. Çünki həm də çalışıram burada bir öz düşüncəmi də, yəni öz götürdüklərimi də, həzm etdiklərimi də bir miras qoya biləm Azərbaycan dilli yoldaşlar üçün. Maddi nemətləri azaltmaq, bu o demək deyil ki, biz firavanlıqdan və bolluqdan istifadə etməyək. Biz bunları oxuyanda xüsusilə Mövlananın şeirində, Sədi Şirazinin ədəbiyyatında, şeirlərində, İbn Ədəbinin irfan olan baxışında və yaxud da hələ Şeyx Ənsarinin digər kitablarına baxanda görürük ki, məqsəd tərki dünyaçılıq deyil. Çünki biz başqa bir yerlərdən bilirik ki, ən gözəl evlər, ən gözəl miniklər, yəni bütün gözəlliklər hələ gözəllik yolunda olanlar üçündür. Yəni biz onları özümüzdən mənə etməməliyik, yəni onları qadağan eləmirik, olan qapısını bağlamırıq. Maddi nemətləri azaltmaqda məqsəd budur ki, bəzi ailələrdə övladlar doğulur, nemətin çoxluğundan ərköyün böyüyürlər. Yəni nəsə hərəkət eləməkdən ötürü, gərək hər şey ola. Gəl ata bulsun, filan şey eləyə, maşınını ala, universitetinə sala, filan eləyə və o adam həmişə narazı olacaq. Maraqlısı budur ki, o adam həmişə narazı olacaq, həmişə ağzı əyri olacaq. Maddi nemətləri azaltmaq bu anlayışa gəlir ki, biz xidmət etməkdən ötürü gözləməyək ki, maddi nemətim çox olsun, ondan sonra hərəkət eləyəm. Asudəlik axtarmaq, bədənin qəsdindən əlamətləri də budur ki, asudəlik axtarmaq. Fərağət kəlməsini istifadə eləyir. Fərağət yəni boşaltmaq. Həm zehni boşaltmaq, həm qəlbi bəzən. Baxırıq ki, telefonumuz doludur. İllərdir zəng eləmədiyim adamlar, illərdir istifadə eləmədiyim proqramlar, illərdir
üzünə baxmadığım şəkillər doldurmuşam. Başlamaq lazımdır elə o birinci telefondan. Sənə lazım olmayan 2 ildir, 3 ildir. Yəni həyatımızda bizi məşğul edən nələrdir? Həyatımız nə qədər tıxacdır? Asudəlik axtarmaq, fərağət vermək, yəni boşaltmaq. Budur ki, bəzən əlavə gərginlikləri azaltmaq lazımdır, çıxarmaq lazımdır həyatımızdan. Bəzən biz o qədər işləyirik ki, o qədər özümüzü işə veririk ki, evə gəlirik, evdə də işləyirik. Yəni illa da evdə nəyinəsə məşğul olaq, beyin işləyir. Yəni evə gəlirik, telefon əlimdə, telefon da bir müdafiə mexanizmidir, qaçış mexanizmidir ki, yəni nəsə eləyim ki, o fikirlər yansın və yaxud da televizor açacağam və yaxud da belə edəcəm və ailə ilə bir ünsiyyət yoxdur, övladla bir ünsiyyət yoxdur, bir dialoq yoxdur. Bu günləri kafeyə, çayxanaya 3-4 nəfər yoldaş oturub, hərəsinin də əlində bir də telefon. Yəni sadəcə cisimləri oradadır. Bilmirəm, bu səs yazısını dinləyəcək yoldaşlar, bəylərdə və yaxud da qonaqlıqlarda necə keçir ümumiyyətlə? Yəni qonaq getmişiksə, söhbət eləyə bilirik ya yox, ünsiyyət qura bilirik ya yox. İşdən evə gələndən sonra asudə eləyə bilirik zehnimizi ya yox. Yəni iş mənim üçün 8 saat, 10 saat işlədim, orada qalır, yoxsa evə gələndən sonra da hələ zehnim məşğuldur, hələ telefonum məşğuldur, hələ də həyatım məşğuldur, hələ də bu cismim məşğuldur, tıxacdır həyatımda. Yaxşı, ona görə özümüzdə bir hər bölümlərin, bunların hər bölgüləri oxuyaq ya, bir də baxaq görək özümüzə ki, hansı yerlərdə asudəlik verməliyəm, hansı yerləri silməliyəm, azaltmalıyam, şkafımda dolub qalmış illərdir giymədiyim paltarları, istifadə eləmədiyim əşyaları, haçan azaltmalıyam bunları, haçan bu anlayışdan qopa bilərəm ki, bəzi insan karakterləri var, yəqin ki, siz də bunu görmüsünüz, çöldə məsələn nəsə tapdı, məsələn götürdü, ya nəyəsə lazım, bir də şurup tapacaq, bir də bolt tapacaq, bir də qayqa tapacaq. Yəni əgər həyat evidirsə, bir dənə ambarı var ki, bir gün gələcək, saxla samanı gələr zamanı anlayışı ilə zibilxana eləyib həyətin. Haçan boşaldacam mən oranı? Bina evində yaşayanların kladovka anlayışı var. Yəni bir ambarı var ki, illərdir istifadə eləmədiyi sınıq qabıdır, sınıq nə bilim əşyadır, bir gün dərdə dəyər. Anlayışla sıxıb saxlamışıq orada. Bunlar hamısı bizə ağırlıq gətirir bu yolun yolçuları üçün. Bu mənəvi inkişafı yolun getmək istəyənlər üçün başlamalıyıq boşaltmağa, asudəlik verməyə. Həm davranışlarımızda, həm əşyalarımızda, həm də fəaliyyətlərimizdə. Ən xırda şeylərlə. Fərqi yoxdur, hələ burada olur amma bu səsə qulaq asıramaya. Burada olanların hər birinin qəsdi hələ budur ki, vacibat deyil ki, yəni burada heç kəsə hazır qayıb vurulmur ki. Bütün fəaliyyətlərim bu üçündür ki, bir səy göstərəm ki, bədənimi xidmətə verəm. Bir nöqtəni qeyd edeyim, lütfən dəyərli yoldaşlar. Bu bilgiləri öyrənə-öyrənə burada bir növ mənəvi inkişafı yaşaya-yaşaya çalışaq mühakimədən, zehni mühakimədən yayınaq. Bir nöqtə deyəcəm çünki elə ki bizim qəsdimiz bədən mövzusunda xidmətə vermək oldu, maraqlısı budur ki, bunu sanki hər birimizin tək-tək qulağına deyirəm. Maraqlısı odur ki, sanki o gözəlliklər yolunda xidmət olunan bədən, əşya gec xarab olmağa başlayır. Bunu diqqət eləyə bilərsiniz siz həyatınızda. Yəni o bədən məsələn gec xəstələnir, tez-tez xəstələnməz. O əşya tez-tez qırılmaz. Məsələn, başqaları üçün 3 il, 4 il, 5 il işləyən, baxırsan görürsən ki, sənin 10 il, 15 il, 20 il işləyir. Bilmirsən niyə? Buna görə dedim ki, lütfən çalışın zehniniz burada təliyə düşməsin. Yəni başlamayasınız ki, mühakimə eləmək ki, filan kəs xəstələnir, deməli onda problem var. Bu da bir tələdir, lütfən bu təliyə düşməyin. Mühakimə və müzakirə eləməyin digərlərin. Mənəvi yol ümumiyyətlə fərdi yoldur. Sənin üçün, yəni aqil üçün olan yoldur. Başqalarını ittiham eləməyin buna görə. Əlamətlərindən birini mən qeyd elədim ki, elə ki bədəni xidmətə versiniz, qəribə bir bərəkət gəlir ki, çünki həmin o ayədə getdimi, qəvvə əla xidmətikə cəvarih kəlməsi ki var. Elə ki sən başladın xidmətə, bu xidmət də maddiyyata aiddir. O əşyalar sənin üçün daha uzun ömürlü olur, daha dözümlü və faydalı olur. Keçək növbəti addıma, qəlb anlayışına. Qəlb qeyd elədik ki, bir hissədir ki, bu sinə qəfəsinin ortasında bir əzadır ki, orada emosiyaları hiss edirik biz. Deyir ki, qəlbi də mərifətə və elmə vermək, yəni agahlıq və dərkə vermək. Əlamətlərin bizə deyərkən deyir ki, məşəqqət çəkmək. Yenə də məşəqqət kəlməsin, biz elə bilirik ki, məşəqqət acı çəkməkdir. Biz elə bilirik ki, məşəqqət əzab çəkməkdir. Məşəqqət kəlməsinə baxsaq, maraqlısıdır ki, bunu qəlb bölümündə izah edirik biz, qəlb mövzusunda əlamətin və açıqlamasını verir. Məşəqqət kəlməsi bir cəhd etməkdir, bir hərəkət etməkdir, bir çalışmaq deməkdir, bir fəaliyyət göstərməkdir əslində.
Yəni məşəqqət çəkmək o demək deyil ki, psixoloji disorder, psixoloji pozuntular yaşamaq lazımdır. Ondan sonra depressiyaya düşmək lazımdır. Nə bilim, təşviş həyəcan pozğunluğuna düşmək lazımdır. Məşəqqət çəkmək, yəni bu qəlbi işlətmək lazımdır. Yəni bu qəlbi duymaq lazımdır. Necə ki, əli, ayağı işlətmək lazımdır, durub fəaliyyət eləmək lazımdır. Məşəqqət də qəlbin fəaliyyətidir. Qəlbin hərəkətidir. Qəlbin məşqidir. Daha sonra deyir ki, yalnız zərurət miqdarında yaşamaqdır. Təzədən qəlb mövzusunda diqqət edirsinizsə, yuxarıda ki qeyd eləmişdi, maddi nemətləri azaltmaq bədənlə bağlı. Burada deyir ki, yalnız zəruri miqdarda yaşamağa öyrənməkdir. Və bunu da qəlb anlayışında bizə deyir. Eynilə yuxarıdakı kimi. Yəni hər şey qəlbimizə salmayaq ki, xatırlayırsınızsa, ehtiyaclar piramidası məsələn birinci leveli bu idi ki, bioloji ehtiyaclar idi, daha sonra təhlükəsizlik idi, sonra psixoloji ehtiyaclar idi və belə-belə qalxırdı ta o self-awareness-ə qədər, yəni özünü aktuallaşdırmağa qədər. Bu deməkdir ki, yalnız zərurət miqdarında ehtiyacı qədər yaşamaqdır. Ümumiyyətlə, bir bölgü də var mənəviyyat aləmində, mənəviyyat ümumiyyətlə yolunda. Birincisi həmin bu zərurətdir, ikincisi asudəlikdir, üçüncüsü rahatlıqdır, dördüncüsü də nümayişdir. Bu dörd kəlmə mərifət elmində bir həmin o Abraham Maslow'un verdiyi iyarxiya kimi biz nəzərə ala bilərik ki, bu da bizim irfan məktəbində verilmiş bölgüdür. Zərurət haddində yaşamaq, yəni həmişə gözləməyəsən ki, asudə olasan, hər şey sənin üçün rahat olsun. Yəni sən zərurət həddində yaşaya bilirsən. Və bu qəlbində belə, daha qəlb evində belədir. Qəlbin, yəni sənin, əgər diqqət edirsinizsə, bədən xarici görünən tərəfdir. Qəlb biraz daxildir, can və ruh daha dərindir. Yəni sanki zahirlə bağlı bizə deyir ki, hərəkət elə, asudəlik verginə, maddi nemətləri azaltma anlayışında işarə elədik, açdıq ki, məqsəd budur ki, oturub gözləməyəsən ki, çox şey olsun. Yəni ərköyünlüyə öyrəşməyəsən. Yəni bu cismi öyrətməyəsən ki, ancaq elə bolluq, firavanlıq olsun, ondan sonra nəsə eləyəsən anlayışı. Yəni bu o demək deyildi ki, biz nemətləri inkar eləyək. Qəlbə gəlib çatanda qeyd edək ki, məşəqqət çəkmək, yəni qəlbi hərəkətə, cəhdə öyrətmək, agahlığa, mərifətə öyrətmək, duyumluğa, empatiyaya öyrətmək. Yalnız zərurət miqdarında yaşamağın bölgüsündə zərurət, asudəlik, rahatlıq bölgüsü. Deyirlər ki, bu üç bölgü mənəvi inkişaf yolunda gedənlər üçün mübahdır, faydalıdır. Həm zərurətlə yaşamaq, həm asudəlikdə yaşamaq, həm də rahatlıqda yaşamaq. Amma elə ki, dördüncü məqama düşdü, dördüncü nə idi? Yəni, nümayiş etdirmək, car çəkmək. Elə ki, buna düşdü, başladı car çəkməyə ki, məsələn, otursun restoranda yediyin şəklini çəksin, göstərsin, getdiyi yerin şəklini çəkib göstərsin. Bu artıq daxildə olan, qəlbdə olanı sən zahirdə nümayiş elətdirməkdir. İrfan yolun gedənlər bunu özlərinə mən edirlər, mübah bilmirlər yəni. Bu tələni bizə göstərirlər. Üçüncü əlamət də bu idi ki, təkliyi və xəlvəti seçmək. Yuxarıda bədənlə bağlı da asudəlik axtarmaqdan bizə işarə elədi. Qəlb mövzusunda təkliyi və xəlvəti seçməkdir. Kimdən tək? Bəzən özümdən də belə tək. Yəni o ki, işdən qeyd elədikdə işdən asudə olmaq, telefonu boşaldıram, yəni lazımsız o əşyaları boşaldıram, bu cisimlə bağlı idi. Bir qəlb mövzusunda da təkliyi və xəlvəti seçmək. Yəni qəlbini şuluq olmağa, qəlbinin trafik olmağına icazə vermək ki, qəlbin çox trafik olsun. Qəlbin əl-qəlbu hərəmullah deyir də, qəlb deyir Allahın evidir. O qəlbi çox da məşğul eləməklə başqa şeylərlə, yəni digər şeylərlə, masivallahla o qəlbi məşğul eləmə. O təkliyi, o xəlvəti ki, bugün müasir insanın davranışlarında biz bunu gördükdə tək qala bilmir. Tək qala bilmir, yəni telefonsuz qala bilmir, dostsuz qala bilmir. Yəni bundan öncəki görüşdə də işarə elədim. Buradakı qeyd olunur, qəsdimiz Allaha olsun və Allahdan qeyrisindən üst çevirmək. Bu o demək deyil biz başqalarını sevməyək. Bu o deməkdir ki, biz başqalarından asılı vəziyyətə düşməyək. Yəni onun olmadığı təqdirdə biz əsməyə düşməyək. Əlimiz, ayağımız əsməziyə düşməsin. Eşq budur ki, məsələn mən çayı sevirəm, tutaq ki, suyu sevirəm. Əgər çay içməyəndə, qəhvə içməyəndə əsməyə düşürəmsə, bunun bu günləri narkotik asılılığı ilə və yaxud da içki asılılığı ilə, oyun asılılığı ilə, telefon asılılığı ilə heç fərqi qalmır. Elədir. Elə ki mən filan şeyin olmadığına görə əsməyə düşürəm, bu o deməkdir ki, mən çevirmişəm olmuşam asılılıq xəstəsi, bağlılıq xəstəsi. Bu mənəvi inkişaf yolunda qəsd anlayışının mənası da həmçinin budur ki, elə ki bizim qəsdimiz Rəbb və Allah anlayışı oldu və Allahdan qeyrisini qəsd eləməyi kənara qoyduq,
Bu zaman təklik və xəlvət seçməyə başlayacağıq. Yəni çalışacaq ki, özümüz üçün bir vaxtlar ayıraq. Xüsusilə qəlbimizdə bunu yaşayaq. Qəlbimizdə çalışaq, özümüzdə zaman ayıraq, vaxt ayıraq ki, bu qəlbi ancaq ayıraq Rəbbimiz üçün. İcazə verməyək o da çox başqa şeylər üçün məşğul olsun. İş üçün məşğul olsun, müştəri üçün məşğul olsun, pul üçün məşğul olsun. Maraqlı bir hekayə var. Deyirlər ki, biri dua eləyərmiş ki, ilahi mənə o qədər pul nəsib elə ki, gündüzdən gecəyə qədər ancaq pul sayım. Bir bu adamı gətirib qoydular xəzinəyə pul sayan. İşi də bu olur ki, gündüzdən gecəyə qədər başlayıb pul saymağa. Düzdür, bu bir növ lətifədir. Amma təxminən həyatımız da hələ buna bənzərdir. Baxaq görək qəlbimizdə nələrə yer vermişik, nələrlə məşğul eləmişik, trafik yaratmışıq orada ki, bəzən işimizlə, bəzən münasibətlərimizlə, bəzən ailəmizlə, övladımızla doldurmuşuq oranı. Hər şeylə doldurmuşuq o qəlb evin. Yəni hər şeyə məşğuldur, özün yaddan çıxarır. Ümumiyyətlə heç yadına düşmür ki, bu qəlb adlı bir əzası var və bu əzanın yeri nə üçündür? Bu əzanın mahiyyəti nə üçündür? Məşğuldur gecə-gündüz saymaqla, hesab kitab eləməklə, vurub çıxmaqla. Keçək can anlayışına və yavaş-yavaş mövzumuzu bitirməyə çalışırıq. Ruh anlayışına gəlib çıxanda deyir ki, möhnətə vermək. Möhnət də qeyd elədiyim nə idi? O ayrılıqdan danışır ki, İnna lillahi və inna ileyhi raciundur. Sanki mənim bir canım var, işarə etdiyimiz kimi bu can, bu insan övladına verilmiş ən əzəmətli bir əzalardandır, varlıqlardandır. Bu canın bir cananı var. Mən o canandan ayrılmışam, onun möhnəti məni yormalıdır. Çünki o möhnət eşq və məhəbbətdəndir. Əlamətləri nə idi bunun? Bir incə qəlbli və həssas olmaq. İncə qəlbli olmaq sadəlövhlük deyil ha, və yaxud da incə qəlbli olmaq qıraqda bir də müsibət baş verən kimi oturub ağlamaq deyil ha. Düşməyək təliyə. Baxın görün bunu harda deyir bizə, hansı dərinlikdə deyir. Can mövzusunda, ruh mövzusunda bizə deyir ki, incə qəlbli və həssas olmaq. Yəni bu o demək deyil ki, mən çöldə hər hansısa bir müsibət görəndə matəm şalım bağlayım başıma, başlayım həm onun gününü ağlamağa, həm öz günümü ağlamağa. Bu o demək deyil. İncə qəlbli olmaq o deməkdir ki, sanki mənimlə Rəbbim arasında bir incə bir pərdə var. Hər an o pərdə düşə bilər. Bu irfan məktəblərində təbillərdən istifadə edirlər. Bu günlər məsələn musiqi alətinə çevrilmiş zərb alətləri var, nağara. Bilirsiniz də dəridən hazırlanır bu. Hansı dəri daha gözəl səs verə bilir? O dəri gözəl səs verə bilir ki, daha nazik olsun, daha incə olsun. Elə ki o dərini aşlayırlar, nazik və incə olur. Zərbə bir barmaq toxundanda, bir toxunuş eləyən kimi ondan başlayır gözəl səs çıxmağa. Niyə? Çünki daha həssas olmağa başlayır. Yəni elə ki biz canımızı, can mövzusunda öz qəlbimizi incəldə bildik ki, hər ilahi toxunuş orada bir titreşim, bir həssaslıq yaratsın. Yəni orada bir səda gəlsin. Orada bir ahəng gəlsin ki, mən o ahəngi eşidə bilim. İncə qəlbli olmaq və ruh anlayışında, can anlayışında bizim bunu açır. Deməkdir ki, mən ilahi zərbi, ilahi ahəngi hər gördüyümdə, hər toxunuşumda hiss eləyə biləm, duya biləm. Bizim qəlbimiz incələndə o səsi eşitməyə başlayırıq. O səsi eşidən hər bu yolun yolcusu başlayır istər-istəməz bir səma etməyə, bir rəqs etməyə, içində bir kıpırlanma hiss eləyir. Nə olursa olsun ha, başlayır bir şövq atəşində yanmağa, alovlanmağa. Sevincinin həddi hüdudu yoxdur. Həyat enerjisi ruhunda və canında fəvvarə vurmağa başlayır o enerji. Bir o halda şişməz. O hal səni allatmasın. O səma halı səni allatmasın, səni şişirtməsin. Səni yolundan azdırmasın. Azdırmasın ki, ölmə meyil etmək, ölmə hazır olmağı dada biləsən. Bəzən ölüm mövzusu gələndə, xüsusilə də müasir dövrdə insanlar qorxurlar. Və bu o demək deyil ki, biz ölümü arzu eləyək. Ölümə meyil etmək, ölümə hazır olmaq, bu o demək deyil ki, biz oturub ölüm arzulayaq, ölüm istəyək. Bu o demək deyil. Bu bir cana aid olan, ruha aid olan bölümdür ki, elə ki, mərifət və mənəviyyat yolun qət eləyən insan etap-etap, addım-addım, dərinləşdirə-dərinləşdirə ruhunda gəlib istər-istəməz təbii şəkildə bu mərhələyə gəlib çatır ki, o ahəngi eşidən, o ahəngdən ruhu fəvvarə vuran, səma edən, hərəkət edən, rəqsə düşən bir insan, o qeyd etdiyimiz möhnət ki var idi, möhnət anlayışında ki qeyd elədik, o möhnət bir nöqtə fərqi var məhəbbətlə arasında, sanki bir nöqtəsi yuxarıdan aşağı düşsə olacaq sevgi və məhəbbət. Elə ki, bu yolun yolcusu bu möhnətə düşə bildi, onun üçün artıq ölüm qorxulu bir səhnə deyil. Ölüm onun üçün ən gözəl meyvədir. Bunun misalını dərk eləmək ümumiyyətlə
Adətən ölüm mövzusunu bir neçə şeyə bənzədilər. Onlardan da biri ananın övlad dünyaya gətirmək misalıdır. Bir qadının övlad dünyaya gətirməsi əzablı bir prosesdir. Amma şirindir deyə hər qadın istəyir ki, ana olsun. Acı olmağına, yəni cismi əzab çəkməyinə baxmayaraq, sanki o ölüm əzabı çəkməyinə baxmayaraq, amma bir növ meyl eləyir, istəyi var ki, övlad dünyaya gətirsin. Biz Qurana baxanda və digər mənəvi mənbələrə baxanda görürük ki, deyir ki, xalaqtul mauta vel hayat. Bir əvvəl mən mövtu yaratdım, əvvəl ölümü yaratdım, sonra həyatı. Nə deməkdir bu ümumiyyətlə? Nə deməkdir bu? Əvvəl mövt yarandı, ölüm yarandı, sonra həyat. Bəlkə də mənası budur ki, biz ölümlə həyatı dadacağıq. Bəlkə bu deməkdir ki, biz ölərək həqiqi o inna lillah məndən siz və mənə qayıdacaqsınız, o ölümlə yenidən təvəllüd olacaq. Yenidən sanki o ana misalı bir həyata gələcək ki, əbədi bir həyatdır. Qəsd mövzusunu addımlayan, yəni addım-addım hərəkət edən, yolun yolcusu, bu inkişafa qədəm qoyan insan gəlib buna çatır ki, artıq bədəni xidmət yolundadır. Artıq qəlbi və bütün döyüntüsü mərifət və elmlə, dərk etməklə, empatiya qurmaqla əlaqələnir və qəlbin xəlvət eləyə bilir masiv Allahdan başqa. Və can mərhələsinə gəlib çatanda isə o ilahi səsi eşidə bilir. O səmada hərəkət eləyir və aldanmır və ölüm onu qorxuzmur, ölüm onu narahat eləmir. Və Şeyx Ənsari bu məqamı danışarkən işarə eləyirdi Nisa surəsində 100-cü ayəyə. Deyir ki, onlar ki, evlərindən çıxarlar, Allah və Rəsuluna tərəf hərəkət edərlər. Əgər yolda onlar, ölüm onları gəlib tutarsa, yenə də, yəni hətta gəlib çatmasalar da Allaha və onun elçisinə, yenə də onların xeyri və bərəkəti Allah tərəfindən veriləcək. Nisa surəsi 100-cü ayəyə işarə edir. Deyir, evindən çıxıb hicrət eləyərlərsə, biz qeyd elədik ki, qəsd o idi ki, yola düşmək idi. Qəsd o idi ki, hərəkət olsun. Yəni, niyyətlə iradə arasındakı fərqi buydu ki, artıq yola düşsün. Orada qeyd olunan ev kəlməsi bizim komfort zonamızdır. Bizim özümüz üçün təyin etdiyimiz əminamanlıq yerimizdir. Ki, adətən oradan tərk eləyə bilmirik, oradan çıxa bilmirik. O ki, qeyd edir, evindən çıxıb hərəkət eləsin, Allah dedi ki, bütün gözəlliklər, bütün yaxşılıqların mənbəyi, onun elçisi də, onun nişanələridir, əlamətləridir, onun rəsulu. Yəni, o həqiqətə, o gözəlliyə doğru aparan mənim yolumdakı sanki tablolarımdır, nişanələrdir ki, məni aparsın o həqiqətə çatdırsın. Elə ki, mən evimdən çıxdım, evim oldu nə? Evim oldu mənim öyrəşdiyim köhnə davranışlar, oldu mənim köhnə şəxsiyyət modelim, oldu mənim komfort zonam. Elə ki, tərk edib çıxa bildim və hərəkət edə bildim, yola düşə bildim. Hər günüm üçün proqramlaşdırıb və soruşa bildim ki, ilahi, bugün sənə nə kömək edə bilərəm, bugün hansı hərəkətləri, hansı addımlar ata bilərəm. Gəldim, bədənimi xidmətə verdim və üç əlamətdə göstərdim. Qəlbimi mərifətlə doldura bildim. Ruhumu və canımı ilahi möhnəti dadızdıra bildim. Yəni, içimdə üzüm həmişə gülür, qəlbim həmişə dərk edir, empatiya qura bilir. Amma ruhumda bir möhnət var, ruhumda bir həsrət var, vüsalın həsrəti var içimdə ki, sənə nə vaxt qovuşacam. Elə ki, bu qəsdə düşə bildi və bu da o demək deyil ki, yol bitir. Qəsd məqamı ona görə həssasdır ki, bu yolu gedən insan üçün yol hələ bundan sonra başlayır. İbn Ərəbi bu haqqında deyir ki, sən Allaha getmirsən, Allah səndən səni alır, qəsd anlayışında deyir. Gələk, görək Aqil Əhməd burada nə deyir. Sonuncular Aqil Əhmədin sözünü oxuyaq və tamamlayaq mövzumuzu. Qəsd dəyərə əsaslanan istiqamətə sabitləyicidir. Elə ki, biz qəsdimizi dəyərlərimizlə bağlaya bildik. Dəyərlərimiz əsasında istiqamətlərimizi bağlaya bildik. Bu günlər bu görüş başlamadan öncə bir görüşüm olmuşdu, bir seansım olmuşdu. Ağır bir seanslardan biri idi. Görüş bitdikdən sonra adəti üzrə təfəkkür edirdim, düşünürdüm. Yadıma bir Çin atlar sözü düşdü. Deyir ki, bir zəncirin gücü onun ən zəif halqası qədərdir. Qalın bir zənciri gözünüzün qabağına gətirin. Məsələn, 2 metrlik bir zəncir. Zəncir nədirlər? Yəni, halqa birbirine bağlanıb. Bir zəncirin gücü onun ən zəif olan halqası qədərdir. Fərqi yoxdur, nə qalınlığında olsun, nə uzunluğunda olsun. Onun ən zəif halqası qədərdir. Və düşünürdüm, o keçdiyimiz, belə deyək də, seansın barədə düşünürdüm ki, doğrudan da mənəvi və ruhi bilgilər bu günləri müasir psixologiya nə deməyindən asılı olmayaraq və yaxud da qərb psixologiyası nə deməyindən asılı olmayaraq mənəvi bilgilər o qədər vacibdir insan həyatında. Təsəvvür edin, bir insan əgər o halqasının
Məsələn, halqasını bəziləri bağlayırlar həyat yoldaşına, bəzən övladına, bəzən puluna, maşınına, maddiyyatına. Və bir gün o həyat yoldaşı gedəndə, ya atıb gedəndə, ya dünyasını dəyişib gedəndə, ya övladı əlindən gedəndə, nə dedik? Bir zəncirin gücü onun ən zəif halqası qədərdir. Təsəvvür edin, bir qadın, məsələn, doğmasının ərzini itirib və təbiidir, insan acı çəksin. Bunlar hamısı təbiidir. Doğmasını itirənin narahat olması təbiidir. Amma bütövlüklə şəxsiyyətin itirməsi, bütövlüklə hüvviyyətin itirməsi, bütövlüklə kimliyin itirməsi, yəni bu artıq ciddi bir sualdır ki, hətta həyat yoldaşı həyatında yaxşı insan olub. Yəni ona yaxşı davranıb. Amma bu münasibət hər ikisinə şəxsiyyət qazandırmayıb. Yəni bütün kimliyin, bütün şəxsiyyətin qurub o həyat yoldaşının üzərində, qurub həmin o övladın üzərində və bu günləri o övlad gedəndə, bu günləri o əziz gedəndə, o doğma gedəndə bütövlüklə qırılır və dağılır. Özündən başqa görür ki, bir möhtac, məsələn, övladı var, başqa 2 övladı var, 3 övladı var. Bunlar hamısı möhtaclar. Yəni mən əgər özümü toparlaya bilməsəm, axı mən yox olmuşam artıq. Bütün hüvviyyətim yoxa çıxıb. Ən incə zəncirim qırılıb tökülüb. İnsan eləyə bilsə ki, bu qəsd anlayışında öz halqasını bağlaya bilsin Rəbbi ilə, bağlaya bilsin Allah ilə. Bunu kim nə deyir desin? Biri bəlkə ateistdir, biri bəlkə materialistdir. Biri bəlkə desin ki, Allah, Rəbb anlayışı, bunlar hamısı fəlsəfi, zehni məsələlərdir, insanın özünün yaratdığıdır. Hər nə desələr desinlər. Axır ki, bu 100 min illiklərlə insan övladı ki, gəlib bir Allah anlayışına gəlib çatıb, bir mərifətə gəlib çatıb ki, ona mən bağ qura bilərəm, ona mən dəyər verə bilərəm. Qəsd dəyərlərə əsaslanan istiqaməti sabitləyir. Elə ki, mən öz dəyərim olaraq Rəbbi özüm üçün halqa bildim, vəbtəğül vəsilə bildim, sanki ilahi ipdən tutuna bildim. Deyir ki, yapışın mənim deyir, zəncirimlə, yəni öz zəncirinizi halqa elin, vurun mənim halqama və ən möhkəm halqa odur. Dağılmayacam onda. Hər əsən küləkdən, hər böhrandan dağılmayacam. Bu o demək deyil, həyatında böhran olmayacaq. Həyatın təbiəti odur ki, böhranlarla, fırtınalarla, təlatümlərlə doludur. Mən qırılmayacam, mən dağılmayacam, ta ki o Həzrəti Əcəl gəlib çatına gedir. İlahi, sənə and verirəm bu mübarək gecələrə ki, artıq Şaban ayı tamamlanır və ilahi ay olan Ramazan ayı daxil olur. Bizim qəsdimizi bədənimizlə, qəlbimizlə, canımızla yalnız və yalnız öz yolunda qərar ver. İlahi, tövbə edirik, qayıdırıq o günlərimizdən ki, niyyətimiz, iradəmiz, qəsdimiz səndən başqa yollarda olub. İstəyərək, istəməyərək, bilərək, bilməyərək trafik eləmişik həyatımızı, zamanımızı, ömrümüzü, qəlbimizi, canımızı unutmuşuq. Unutmuşuq mənə verdiyin qüdrətləri, can adlı, ruh adlı, qəlb adlı. Ləms eləyə bilmirəm onu, dada bilmirəm, hiss eləyə bilmirəm. Hansı ki o sənin evindir, hansı ki o da sənin səsinin gələn yeridir, o da sənin məni hidayət etdiyin yerlərdir. İlahi, mənə bu Ramazanda fərqli bir Ramazan yaşat inan. Qəlbimi mərifətinlə doldur inan. Mərifət bu deyildi ki, mənim dilim gecə-gündüz ancaq zikr eləsin, ancaq əyilib qalxsın, ancaq filan məfatihil cinanı qoyum qabağıma, başlayım nələr eləməyə. Qəlbim mərifət vermək odur ki, bu mənəvi yolda səni o qəlbimdə hiss eləməyin yollarını axtarıram. Burada öyrənirəm, burada eşidirəm nələrsə. Bu eşitdiklərimi canımda, ruhumda hopduran sənsən. İlahi, hopmağına kömək ol. İlahi, mənə kömək ol inan, bu həyat fırtınalarından üzü ağ çıxa bilim. İlahi, mərifətimi, dərkimi, hüzurumu, aramlığımı sənə bağlamaq istəyirəm. Məqsədimi yalnız və yalnız sənə yönəltmək istəyirəm. Çıxmaq istəyirəm bu komfort zonamdan, çıxmaq istəyirəm bu əmin dairəmdən, çıxmaq istəyirəm bu rahatlıq zonamdan və hicrət eləmək istəyirəm. Qədəm qoyub hərəkət edirəm sənə tərəf. Qəsdim, istiqamətim, yolum sənsən. Yolumuza bərəkət ver, burada olan insanların yoluna bərəkət ver. İnanın mənə, bu qəsd bacarığı, qəsd anlayışı, qəsd məqamı insan övladına verilmiş ən güclü güclərdən biridir. Bu bir məqamdır ki, bu bir bacarıqdır ki, biz bu bacarığı istifadə edərək, xüsusilə də cəm şəklində, toplum şəklində, yəni bu günləri tutaq ki, 10 nəfər, 20 nəfər, 50 nəfər, 100 nəfər, elə ki bir toplumda bir dəstə yığıldı və qəsdi bu oldu ki, gözəlliklərə tərəf, Rəbbə tərəf hərəkət eləmək olsun, mərifət tapmaq olsun, ruhun və canın möhnətə salmış olsun. Siz təsəvvür edin, əgər bir toplum
toplum olaraq qəsdi bu gözəlliyə tərəf olsa, dağı üstündə qoymaz. İnanın mənə. Mən qəlbən inanıram ki, bu yola Rəbbimiz özü xüsusi nəzər edəcək. Xüsusilə Ramazan ayında bərəkət verəcək hər birinizin həyatına, həm cisminə, həm qəlbinə, həm ruhuna. Dua edirəm ki, evinizdə şadlıq, xoşbəxtlik, aramlıq, huzur fəvvaran vursun. Deyir, paxılla səxavətli arasında neçə fərq var da? Deyir, paxıl adam, məsələn, əlində bir vedrə su var, bir stəkan su var. Paxıl adam elə ki, düşünsə ki, əgər mən bu suyu versəm, da təzədən suyum olmayacaq. Yəni, qıtlıq düşüncəsi onun zehnində və ruhunda əgər hakimdirsə, qıtlıq anlayışı, yəni əgər əlimdəki nəyisə versəm, yəni məndə azalacaq anlayışındadırsa, o adam olacaq bəxil, olacaq paxıl. Əgər bir insan bilsə ki, mən bu suyu versəm, nəinki mənə bir stəkan yox, gətirib mənə bir dərya verəcəklər. O adam paxıllıq eləmədi ki, səxavətli olardı, elədir. İnanın mənə, bu gözəl halı bölüşdükcə, paylaşdıqca və inandıqca ki, bu dünyamız firavandır hər şeylə. Şadlıqla, aramlıqla, zənginliklə. Hər şeyin ən firavanı ilə firavandır. Sizin həyatınıza, ömrünüzə həm sağlıqda firavanlıq arzu edirəm, həm maddi firavanlıq arzu edirəm, həm ruhi, həm qəlbi firavanlıq sizə arzu edirəm. Ramazan ayınız gəlişi elə qabaqcadan hər birinizə mübarək olsun. Allah'a əmanət olun. Gecəniz və gündüzünüz xeyirlə qalsın.